Həll olan maddənin kütlə payı və yaxud da faizlə qatılıq. Həll olan maddənin kütləsinin məhlulun ümumi kütləsinə olan nisbətinə həll olunmuş maddənin kütlə payı deyilir və yaxud da məhlulun faizlə qatılıq. Və aşağıdakı düsturla hesablanır. Ümumiyyətlə, məhlulun qatılığı omega hərfi ilə işarə olunur və qatılıq maddənin kütləsinin məhlulun kütləsinə nisbətinin faizlərlə ifadəsidir. Yəni, M maddə bölünsün M məhlul vurulsun 100%. Və yaxud da bu düsturu aşağıdakı kimi də qeyd edə bilərik. Yəni, tutaq ki, bizə məhlulun kütləsi yoxdur, məsələn, x qədər maddə, y qədər suda həll olarsa deyərsə əgər, onda M maddə bölünsün, M maddə üstəgəl M su vurulsun 100% hesablanır. Məsələn, aşağıdakı məsələyə baxaq. Deyir ki, 400 qram duz 360 qram suda həll edildikdə alınan məhlulun qatılığını hesablayın. Deməli, bizdə burada verilir 400 qram duz, yəni həll olan maddəm 400 qramdır. Deməli, M maddə bərabərdir 400 qram. Üzr istəyirəm, 40 qram. 40 qram duz 360 qram suda həll olunub. Yəni, sənin həll edicin, M həll edici bərabərdir 360-a. Məhlulun qatılığını soruşur. Omega bərabərdir sual işarəsi. Aşağıdakı düsturu istifadə edirəm. Omega bərabərdir M maddə, yəni 40, bölünsün həmin maddə ilə həll edicinin kütləsinin cəmi. Ümumiyyətlə, bu 40 qram duzu 360 qram suda həll etdikdə duzun kütləsinin üstünə gəlir suyun kütləsi, alıram ümumi məhlulun kütləsi və kütlə payda həll olan maddənin kütləsinin ümumi məhlulun kütləsinə olan nisbətidir. Yəni, vurulsun 100%, omega bərabər olur 40 bölü 400 vurulsun 100, yəni 10%. Və yaxud da bu qatılıq məsələlərin biz tənasüb üsulu ilə də həll edə bilərik. Bu, verilən düstura əsasən maddənin, məhlulun qatılığının tapılmasıdır. Tənasüblə necə edərik? Deməli, yenə əvvəla biz tapaq görək bizim ümumi məhlulumuz nə qədərdir. Deməli, deyir 40 qram duz 360 qram suda həll olubdur. Onda ümumi məhlulumun kütləsi olur 400 qram. 400 qram ümumi məhluldur, yəni tam məhluldur. Yəni 400 qram məhlulum mənim 100%-imdir. Bu məhlulun içərisində həll olan duz da məhlulun qatılığını ifadə eləyir. Həll olan duzun kütləsi 40 qramdır, 40-ın da x. Vəssalam, buradan x-i tapırıq. Həmən aldığımız qiymət bizə məhlulun qatılığını verir. Yəni, məhlulun qatılığını həll olan maddənin kütlə payını iki üsulu həm düsturu tətbiq etməklə, həm də tənasüb üsulu ilə həll etmək mümkündür. Ümumiyyətlə, məhlullar mövzusunda test tapşırıqlarında tez-tez rastlaşacağımız məsələlər vardır ki, o məsələləri həll etmək üçün bu aşağıdakı düsturlardan istifadə edirik. Hər bir düstur müəyyən bir şərtə tabedir. Gəlin bir-bir misallar üzərində bu düsturlardan istifadə edək və yaxud da mümkünsə, belə deyək, digər üsullarda necə həll eləmək olursa, o üsulları göstərim sizə nümunələr əsasında. Birinci hala baxaq. Deyir ki, məhlula su əlavə edildikdə, yəni məhlul durulaşdırdıqda, onda bu məhlulun, deməli, birinci məhlulun, yəni M1 omega 1 bərabər olur M1 üstə gərək su vurulsun omega 2. Niyə? Çünki bu məhlullar üçün ümumiyyətlə M1 omega 1 birinci məhlulun kütləsi ilə onun kütlə payının hasili, ikinci məhlulun kütləsi ilə onun, daha doğrusu qatılığın hasili bir-birinə bərabərdir və biz məhlula su əlavə ediriksə, onda ikinci məhlulun kütləsi bərabər olarmı birinci məhlulun kütləsi üstə gərək su? Bunu da bu düsturda yerinə qoysam, mən aşağıdakı düsturu alaram. Gəlin də nümunəyə baxaq. 400 qram 30% məhlula 600 qram su əlavə edildikdə alınan məhlulun qatılığını hesablayın. Burada biz birinci qaydadakı düsturu tətbiq edirik. Diqqətlə baxsaq, görərik ki, baxın, gəlin verilənləri yazaq. Birinci düsturla həll edək. Deyir ki, 400 qram 30% məhlul. Demək, mənim birinci məhlulumun kütləsi, yəni M1 bərabərdir 400 qrama. Birinci məhlulumun qatılığı omega 1 bərabərdir 30%. Düzdürmü? Sonra bunun üzərinə 600 qram su gəlib, alıb artıq ikinci məhlulu. 600 qram su əlavə edibdirsə, birinci məhlulum 400 qram idi. Onda ikinci məhlulumun kütləsi, yəni M2 bərabər olar 1000-ə, düzdürmü? Axı 400 qram idi, 600 qram da üstünə əlavə olunubdur. Və bizdən ikinci məhlulumun kütlə payını, yəni omega 2-ni soruşur. Düsturumuz necə idi? M1 omega 1 bərabərdir üstə gərək.
Vəssalam. Buradan da omega 2-ni tapırıq. Onda omega 2 bərabərdir 12% olar. Və ikinci, məhluldan su buxarlandırdıqda yenə əslində birincidə olduğu kimidir. Birinci düsturda dediyimiz qaydadadır. Sadəcə birinci düsturda biz məhlula su əlavə etdiyimiz üçün birinci məhlulun üzərinə əlavə olunan suyun kütləsini gəlmişdik. Amma indi su buxarlandırdığımız üçün buxarlandırdıqda o buxarlanan su məhluldan itir. Ona görə də birinci məhlulun kütləsindən buxarlandırdığımız suyun kütləsini çıxırıq. Yəni eyni düsturu tətbiq edirik. Gəlin sağda göstərdiyim məsələ üzərində baxaq, nümunə üzərində baxaq. Tutaq ki, deyir 400 qram 30% məhluldan 100 qram su buxarlandırılarsa, alınan son məhlulun qatılığını hesablayın. Bir öncəki məsələ həllində mən onun düsturla sizə həllimi verdim, izah elədim. Gəlin bunu düstur tətbiq etmədən həll eləməyə öyrədim sizə. Yəni bunu necə eləyirik? Biraz məntiqlə sadəcə. Fikir verin. Bizə deyir 400 qram 30%li məhlul. Demək bizim ilkin məhlulumuz 400 qram 30%li o deməkdir ki, yəni bu 400 qram məhlulun 30%i həll olan maddədir. Tutaq ki, götürürəm duz. 400-ün 30%-ni tapıram. Görüm neçə eləyir ki, yəni bu 400 qram məhlulun 30%, yəni neçə qramı duzdur. Tapırıq 120 qram. Demək bu 400 qram məhlulun 120 qramı həll olan maddədir. Mən duz kimi yazıram bunu. Onda yerdə qalan 100 üzr istəyirəm, bir dəqiqə. Yerdə qalan 120 qram duzdursa, yerdə qalan 280 qramı da mənim məhlulumdakı su olur, düzdürmü? Birinci məhlulu analiz elədik. Daha sonra deyir ki, bu məhluldan 100 qram su buxarlandırdıqda məhluldan su buxarlanıb. Demək, gedən sudan gedib. Duz olduğu kimi qalıb, duza dəyməyiblər. Məhlulum 400 qram idi. 100 qram suyu buxarlandırdım, getdi. Onda mənim yerdə qalan məhlulumun kütləsi oldu mu 300 qram. Demək, məhlulum 300 qramdır, duzum 120 qramdır, həll olan maddəm. Məhlulun kütlə payı nəyə bərabər olar? Omega bərabərdir. Həll olan maddə bölünsün məhlul, vurulsun 100-ə. Buradan da alıram 40%. Yəni eyni bu məsələni bu düsturu tətbiq eləməklə, yəni bu düsturdan istifadə etməklə də həll edib eyni cavab alasınız. Yəni omega 2-ni alarsınız 40%. Üçüncü, eyni maddənin müxtəlif kütləli, müxtəlif qatılıqlı məhlullarını qarışdırdıqda alınan son məhlulun qatılığı aşağıdakı düsturla hesablanır. Omega son bərabərdir. Omega son, məsələn, iki məhlulu qarışdırmışıq bir-birinə. Eyni maddənin iki məhlulunun omega son bərabər olur. M1 omega 1 üstəgəl M2 omega 2, yəni birinci məhlulun kütləsi ilə qatılıq hasili, üstəgəl ikinci məhlulun kütləsi ilə qatılığın hasili bölünsün birinci məhlulun kütləsi ilə ikinci məhlulun kütləsinin cəminə. Gəlin məsələyə baxaq. Tutaq ki, soruşar ki, 200 qram 15%li məhlulla eyni maddədən söhbət gedir. Həmin maddənin 300 qram 20%li məhlullarını qarışdırsam, alınan son məhlulun qatılığını hesabla. Burada yenə sizə iki son ikisini də deyirəm. Birinci, düstur tətbiq edirəm. Bax bu düstur. Omega son bərabərdir. M1 omega 1 üstəgəl M2 omega 2 bölünsün M1 üstəgəl M2. Gəlin baxaq. Deməli, M1 omega 1 birinci məhlulun kütləsi vurulsun onun qatılığı. Yəni, omega son bərabərdir 200 vurulsun 15 üstə gərək M2 omega 2 ikinci məhlulun kütləsi 300 vurulsun onun qatılığı 20 bölünsün M1 birinci məhlulun kütləsi üstə gərək M2 yəni ikinci məhlulun kütləsi bərabərdir. Deməli 200-ü vururuq 15-ə 3000 üstə gəl 300-ü vurdum 20-yə 6000 bölünsün 500. Buradan da alırıq 9000 böl 500 18%. Bu düstur üsulu. Düsturu tətbiq edərək həll edirsiniz. Bir də bunun digər üsuluna baxaq. Yəni məntiqlə necə həll edə bilərik? Tutaq ki, düstur yadımızdan çıxıb. Ona baxın. Deməli, birinci məhlulu araşdıraq. Birinci məhlulum 200 qramdır. 15%li nə deməkdir? Yəni onun içərisində 15%i duzdur, düzdürmü? Yəni 30 qramı duzdur. Yerdə qalanı sudur. Heç su yazmağa ehtiyac yoxdur. İkinci məhlula baxın. İkinci məhlulumda 300 qramdır. 20%i, yəni 60 qramı duzdur. Bu məhlulları qarışdırdım. Aldığım məhlulun kütləsi oldu mu 500 qram. 500 qram məhlulda cəmi oldu mu 90 qram duz. Düzdürmü? Və salam bunun qatlığını hesablayırıq. Yenə omega bərabərdir. Həll olan maddəm, yəni 90 bölünsün məhlul 500 vurulsun 100-ə. Gördünüzmü? Yenə eyni cavab aldıq. Sonra
məhlula həll olan maddə əlavə etdikdə və yaxud da baxın bu dördüncüdə başqa bir düsturda daha aça bilərik onun yanında. Məhlula həll olan maddə əlavə etdikdə və yaxud da elə az öncə dediyimiz kimi məhlula su əlavə etdikdə alınan son məhlulun qatılığını nəzərə hesablayarıq. Fikir verin. Omega son bərabərdir. M1 omega 1. Bu M1 omega 1 mənim birinci məhlulumu göstərir. Birinci məhlulun kütləsindən onun kütlə payı. Məhlula həll olan maddədən əlavə etmişəmsə, elə fərz edin ki, 2 məhlul qarışdırsınız birinə. M1 omega 1 sizin ilkin məhlulunuzdur. Daha sonra M2 omega 2 də ikinci məhlulumuz idi, düzdürmü? İkinci məhlulumun kütləsi M2 qramdır və deyir ikinci məhlula ancaq həll olan maddə əlavə etmisiniz də, düzdür? Burada həll edici yoxdursa, elə bu həll olan maddə özü 100% demək deyil. Ona görə üstünə gəlirəm M2 üstə gərək 100. Yox, əgər desəydi ki, məhlula su əlavə etdikdə, yenə elə fərz edin ki, 2 məhlul qatırsınız bir-birinə. Birinci məhlul M1 omega 1-dir. Onda qatdığınız ikinci məhlul sırf sudan ibarətdir, düzdür? Sırf sudan ibarət olduğuna görə M2 ancaq sənin suyunun kütləsidir. Onun qatılığına vurmalıyıq da, düzdür, omegaya. Orada həll olan maddə olmadığına görə omegam da 0-dır. Ona görə üstünə 0 gəlir. Amma bundan əvvəlki düstur elə eyni düsturdur bundan. Görürsüz? Əlavə etdikdə. Baxın. Həmən düsturdur. Buradan eyni düstura gəlib çıxa bilərsin. Sonra 5-də deyir ki, eyni maddənin eyni kütləli müxtəlif qatılıqlı məhlulları qarışdırdıqda omega son bərabərdir. Omega 1 üstə gələ omega 2 bölünsün 2. Və yaxud da n sayda verilərsə, omega 1 üstə gələ omega 2 üstə gələ omega n bölünsün n. Və eyni maddənin eyni kütləli müxtəlif qatılıqlı məhlulları qarışdırılarsa, məsələn, tutaq ki, bizə deyər ki, eyni maddənin 20%li məhlulu ilə 40%li məhlulu qarışdırıldıqda alınan son məhlulun qatılığını hesabla. Omega son bərabərdir. 2 məhlul qarışdırılıb axı. 2 məhlulun ikisinin cəmi, qatılıqların cəmi, yəni 60 bölünsün məhlulun sayı, bu da eləyir 30. Onda buradan belə çıxır ki, gəlirəm 6-cı düstura buradan. Onda buradan belə çıxır ki, eyni maddənin müxtəlif kütləli, müxtəlif qatılıqlı məhlullarını qarışdırdıqda alınan son məhlulun qatılığı bu qatılıqların aralığında qiymət alır. Baxın, elə bu məsələdə görürsünüzmü? Omega sonum 30-um birinci qatılıqdan, yəni 20, bu 20-dən çox, ikincidən, yəni 40-dan az qiymət alır. Baxın, həmən söhbətdir. Və son olaraq ən çox rastımıza çıxan məhlul məsələlərində tətbiq olunan üsul xaç üsulu. Demək, eyni maddənin müxtəlif kütləli, müxtəlif qatılıqlı məhlulları qarışdırdıqda son məhlulların, bu məhlulların daha doğrusu kütlələrin nisbəti xaç üsulu ilə tapılır. Fikir verin. Burada əvvəldə bu omega 1, omega 2, birinci, ikinci məhlullarımın qatılıqlarıdır. Burada xəttlərimizi çəkirik, ortaya salırıq omega sonu. Omega 1-dən düşdük omega sona. Buradan da düşürəm aşağı. Əgər bizə şərt verilərsə ki, omega 1 omega sondan böyük olarsa, onda bax omega 1-in oxu ilə hərəkət edirəm. Omega 1 çıxılsın omega son mənə M2-ni verir. Və yaxud da əksinə aşağıdakı omega 2-dən qalxıram omega sona və buradan da omega sonla omega 2-ni çıxıram. Çünki omega 2 omega sondan kiçikdir axı. Bu da mənə verir M1. Gəlin yaxşısı məsələ üzərində baxaq. Ki, eyni bir maddənin 40%li və 60%li 2 məhlul qarışdırılarsa, alınan son məhlulun qatılığı tutaq ki, 20%-ə bərabər olarsa, bu məhlulların kütlələrinin nisbətlərini hesablayın. Baxın, gəlin xaç üsulunu tətbiq edək. Birinci məhlulumun qatılığı 40%-dir. İkinci məhlulum 60%. Bu formada yazıram. Deyir, son məhlulun qatılığı olarsa əgər 20%. Gördünüz, ortada həmən omega sonu yazdım. İndi fikir verin. Baxın, bu mənim omega 1-im idi, düzdür? Omega 1-i birləşdirdim omega sona. Eyni qayda ilə də omega 2-ni birləşdirdim omega sona. Omega 1-dən yola çıxıram, düşürəm aşağı. Omega 1, 40. Omega sondan böyükdür, düzdürmü? 40-dan çıxıram 20-ni, böyükdən kiçik çıxıram. Burada aldım 20. Eyni qaydanın omega 2-dən qalxıram yuxarı. Omega 2 bu səfər omega sondan böyük olduğuna görə 60-dan da çıxdım 20, aldım 40. İndi baxın, gərək əsas məsələyə. Bu 40 ilə 20 M1-in M2-yə nisbətin qiymətini verir bizə. Hansı M1-dir, hansı M2? Omega 1-in qarşısında duran rəqəm birinci məhlulun, belə deyim, kütləsinin nisbətdə göstərir. Omega 2-nin qarşısında duran rəqəm ikinci məhlulun kütləsini ifadə edir. Onda birinci məhlulun kütləsinin ikinci məhlulun kütləsinə olan nisbəti soruşarsa 40-ın 20-yə nisbətinə, yəni 2-yə bərabər olar.